Hər kəs salam dostlar, sizləri Sekodex kanalından salamlayıram. Bu günləri Java dərsimizin 3-cü hissəsini çəkirik. Belə ki, bu günləri sizlərə IntelliJ yükləməyi və bəzi praktiki nümunələri göstərəcəm. İlkin olaraq başlayaq IntelliJ IDEA-nın yüklənməsindən. IntelliJ IDEA bir IDE-dir, hansı ki biz bunun vasitəsilə Java kodlarımızı yazırıq. Axtarış yerinə JetBrains Toolbox download yazırıq və birinci çıxan linkə klikləyirik. Daha sonra bizim qarşımıza belə bir səhifə gələcək. Burada download-a klikləyirik və beləcə JetBrains Toolbox-unu yüklənmiş oluruq. Daha sonra daxil oluruq JetBrains Toolbox-a. Toolbox-a daxil olduqdan sonra qarşımıza belə bir səhifə gələcək. Ancaq bunun içərisində JetBrains-in məhsulları var. Biz burada bizə lazım olan IntelliJ IDEA Community Edition-dır. Hansı ki bunu yükləyəcəyik və bunun üzərindən öz işlərimizi həyata keçirəcəyik. Yüklədikdən sonra sadəcə üzərinə klikləyirik və beləcə IntelliJ-i açmış oluruq. IntelliJ-ə giriş etdikdən sonra sizin qarşınıza New Project yaratmaq üçün bir bölüm gələcək. Belə ki, burada adı New Project-dir. Biz burada name ad verəcəyik buna. Daha sonra təkcə ad verməmiz kifayətdir. Digər proseslər özü avtomatik olaraq həyata keçirilir. Və sizə məsləhətim olur ki, C klassının altı, yəni C folderın altında bir For Java adlı folder yaradın və bütün proyektlərinizi bu For Java'nın içərisindən save eləyin. Və burada bunun versiyasını əsasən MS21 olaraq seçin. Əgər burada qarşınıza MS21 çıxmasa, o JDK24 falan çıxsa, onları seçə bilərsiniz. Amma mən dedim ki, JDK21-i seçin. Burada da onlar JDK bölməsinə klikləyərək burada istədiyiniz versiyanı seçib yükləyə bilərsiniz. Bunu yüklədikdən sonra MS21, yəni JDK21-i seçirik və proyektimizi Create düyməsinə klikləyərək yaradırıq. Proyekti yaradıqdan sonra sizin mainimizin içərisində biraz dolluq olacaq, ancaq onları təmizləyə bilərsiniz. Belə ki, hələlik bizə bu hissələr lazımdır. Mən biraz fontu artırım. Deməli, bu səhifə qarşımıza gəldi. Bu hansı ki bir main klassıdır. Biz bunun daxilinə müəyyən əməliyyatları yaza bilərik. Bugünkü məqsədimiz də mənim sizlərə bu bəzi praktiki nümunələri çatdırmaqdır. Belə ki, başlayaq dəyişənlərin elan olunma prosesindən. Yəni, dəyişənlər burada necə yaradılır? Deyək ki, birinci halda bizim dəyişənimizin tipi lazımdır. Bizim dəyişənimiz nə tipdədir? Numerik tipdədir. Yəni, ədəddirmi, tam ədəddirmi, daha sonra stringdirmi, yəni tekst olaraq yazacağıq-mı? Bütün bunları qərarlaşdırdıqdan sonra biz başlayırıq bir dəyişən yaratmağa. Belə ki, mən bir tam ədəd primitiv dəyişəni yaratmaq istəyirəm. Bunun üçün yazıram int, məsələn, dəyişənimizin adı olsun number. Bərabər olsun 5-ə. Biz burada artıq number dəyişəni yaratdıq. Bunun tipini verdik ki, bu tam ədəddir və ona qiymət mənimsətdik 5. Daha sonra biz ikinci numberi yaradaq. Deyək ki, adını qoyaq int number 2. Bu da bərabər olsun 6-ya. Daha sonra üçüncüsünü yaradaq. Int number 3. Bu da bərabər olsun number plus number 2. Belə ki, biz burada number 2 yaratdıq. Bu da adı 6-dır qiyməti. Sonra number 3 yaradıb, bunun da qiymətini number və number 2-nin cəmi olaraq hazırladıq. Biz bunun əvvəlki dərsimizdə ekrana necə çap eləməyi olduğumuzu, yəni terminalda göstərməyimizi göstərmişdik. Burada biz number məsələn 3-ü ekrana çıxarmaq istəyirik və run düyməsinə klikləyirik. Run düyməsini yuxarıdan, soldan bu hissələrdən icra edə bilərsiniz. Belə ki, gördüyünüz kimi ekrana 11 olaraq çıxdı. Hansı ki, burada 5 idi və 6 idi. 5-in altının cəmi də 11 olaraq bizə terminala görünmüş oldu. Bu bizdə dəyişənlərin, belə deyək, adlandırılması, dəyişənlərin yaradılması prosesi idi. Və bunu da qeyd edim ki, dəyişənlərin adında biz, yəni başlayarkən hərflə başlamalıyıq. Yəni biz burada 12 salam deyə bir dəyişən yaza bilməliyik. Çünki bu rəqəmlə başlayır və yaxud da simvolla da başlada bilmərik. Dəyişənlərin adında böyük kiçik simvollardan, hərflərdən, yəni rəqəmlərdən, altdan xəttdən istifadə edə bilərik. Belə ki, biz burada dəyişənlərin necə yaradılmalı olduğunu göstəririk. Dəyişənlərin tiplərinə baxdıqda biz burada double görə bilərik, biz burada long görə bilərik. Deməli, kiçik hərflə yazılanlar primitiv tiplərdir, böyük hərflə yazılanlar isə referans tipləridir. Onların detallı fərqlərini mən digər videolarımızda göstərmiş olacağam. Məsələn, biz burada bir string yarada bilərik. String text deməkdir, yəni bunun içərisində text olur. Məsələn, burada text yazırıq və burada textin içərisində yazırıq ki, Java lesson 3. Beləcə biz bu teksti də yarada bilərik. Nəsə bunlarla bağlı biz gələcəkdə daha detallı məlumatlar əldə edəcəyik. Mən hələ sizlərə əsasən şərt operatorları barədə danışmaq istəyirəm. Deməli biz burada yaratdıq
3 ədəd dəyişən. İndi isə bu dəyişənlərin üzərində şərt operatorlarının tətbiqini göstərək. Deməli bizim if, else, else if və switch case kimi şərt operatorlarımız var. Elə isə başlayaq if, else-dən. Belə ki, biz yoxlayaq ki, bu number 3 təkdir yoxsa cütdür. Bunu yoxlamaq üçün biz kiçik bir addım yazırıq. Belə ki, number 3, daha sonra nə var burada? Burada var faiz işarəsi. Faiz işarəsi, məsələn, faiz 2 bərabər 0 yazdığımız hal nə deməkdir? Bu o deməkdir ki, number 3-ü bölür 2-yə, qalığı götürür və soruşur ki, qalıq 0-a bərabərdirmi? Bunu da nəzərinizə saxlayın ki, şərt operatorlarının daxilində 2 ədəd bərabərlikdən istifadə olunur. Bu sual vermək üçündür. Yəni sual verir ki, bu buna bərabərdirmi? Bunu yoxlamaq üçün 2 ədəd bərabərlik yan-yana qoyulmuş olur. Deməli bizim burada var faiz işarəmiz, bizim burada var məsələn böl işarəmiz, burada var vur işarəmiz, deyən əlim səhv yerdə. Burada var vur işarəmiz və beləcə müxtəlif cür işarələrimiz mövcuddur ki, hansı bunlardan istifadə eləyərək biz müxtəlif operatorları həyata keçiririk. İndi isə sizə verdiyim məsələlər sayəsində də bu operatorları daha yaxşı öyrənmiş olacaqsınız. İndi isə soruşaq ki, faiz 2 bərabər 0 düzgündürmü? Düzgündürsə, yəni əgər bu cütdürsə, ekrana çap eləsin ki, bizim ədəd cütdür. Yəni sadəcə burada deməli olsun yes, else, deməli else hissəsi nədir? Biz burada yoxlayırıq ki, bu ədəd cütdürmü? Cüt olsa ekrana yes çıxacaq, tək olsa da ekrana no çıxacaq. Belə ki, biz bunun else hissəsində, else o deməkdir ki, bizim if şərtimiz ödənmədiyi bütün hallar else daxildir. Belə ki, bunun faiz 2 yazıram, bərabər eləyirəm 0-a. Amma qalıq burada 1-dirsə, deməli bu düşəcək else halına, else halında işləməyə başlayacaq. Bu halda da deyək ki, ekrana çıxarsın no. İndi isə bu demin bayaq baxdığınız ki 11 eləyir və 11 tək ədəddir və ekrana no çıxarmalıdır. İndi isə bunu biz run eləsək, ekrana no-nun çıxdığını görə bilərik. Bəli, ekrana no-nun çıxdığını görə bilərik. Bu da bizim kiçik bir if-else nümunəsidir. İndi isə belə bir hal yazaq. Belə ki, mən sizə terminalda necə biz daxil edə bilərik, bunun asan bir yolunu göstərim. Detallara çox baxmayın, çünki bu sizə hələ ki detallar yox, sadəcə bunu necə icra eləmək olar, bu lazım, maraqlıdır. Məsələn, biz burada, deməli, bunun üçün yuxarıda yazırıq skannerdən, skanner bərabərdir, new skanner, bunun da içərisində yazırıq system.in. Bunun vasitəsilə biz özümüz ədədləri daxil edə biləcəyik. Belə ki, bunların hamısını silək və yazaq ki, int number bərabərdir scanner.nextInt. Bu o deməkdir ki, artıq biz ədədi özümüz yazacağıq. Sonra burada belə bir şey yazaq. Yazaq ki, burada ədədi daxil edin. Və sonra gəlirəm bu hissəyə. Burada bir if-else şərti asacağam. Number yazacağam burada. Faiz 2 bərabərdir 0-a. Bu zaman ekran çap eləsin ki, bu deməli cütdür. Aha. Bunun else hissəsində isə ekrana çap eləyəcəyik ki, bu təkdir. Belə ki, indi proqramımızı işə salırıq. Ancaq mən burada bunu daha yuxarıda daxil eləməliyəm ki, belə deyək, birinci bu çıxsın, sonra isə biz ədədimizi daxil edək və daha yaxşı nəticəni görək. Bəli, dedik ki, ədədi daxil edin. İndi isə mən burada daxil etmək istəyirəm 12 və enter klikləyirəm. Bu mənə çıxartdı ki, cütdür. Məsələn, bir də bu proqram işə salsa, buraya yazıram 17 və dedik ki, təkdir. Bu proses necə icra olundu? Əvvəlcə mən buna ekranı çap elədim ki, mənə ədəd ver. Daha sonra bu hissədə biz ədədi əldə etdik. Ədədi əldə etdikdən sonra isə bu şərt sorğusu ilə ədədi yoxlamış olduq. Deməli, burada scanner.nextInt, int nəyə aiddir? Yəni, çünki bizim int dəyəri əldə edirik. Burada biz next long görə bilərik, next double görə bilərik, yəni istifadə elədiyimiz ədədlərdən asılı olaraq. İndi isə mən sizə else if-in nəyə lazım olduğunu və harada işlətməli olduğumuzu göstərim. Deyək ki, biz hər hansı bir ədədin 5-dən böyük olub olmadığını yoxlamaq istəyirik. Məsələn, burada yazırıq ki, if number böyüdürsə 5-dən, burada bizə çap eləsin yes. Ancaq sonra belə deyək, burada biz bunun ümumiyyətlə 5-dən böyük olmadığını yoxlamaq istəyirik. Ancaq deyirik ki, ya da 5-dən böyük yox, elə 5-ə bərabər olub olmadığını yoxlamağı test edək. Deyək ki, bu 5-ə bərabərdirmi? Ümumiyyətlə ədədin bərabər olduğu deyək ki, rəqəmi axtarırıq. Əgər hər hansı bir məsələ verilib bizə ki, axırında yoxlamalıyıq ki, bu 5-dir, 6-dır, yoxsa 7-dir. Bu prosesdə nə etməliyik? İlkin versiyada biz yazırıq bərabərdirsə 6-ya. Burada deməli çap eləsin 6-nı. Məsələn, burada bir dənə də if verək.
deyək ki, bu number bərabərsə 7-yə, burada da çap eləsin 7-ni. Gördüyünüz kimi burada biz 3 dənə if-dən istifadə eləmişik və bu if-lər necə işləyir? Bu əvvəlcə gəlir, numberi yoxlayır. Bu 5-dirmi? 5-dirsə bunu çap eləyir. Çap elədikdən sonra düşür gedir bura. Biz halbuki tapmışdıq ki, numberimiz 5-dir. Amma yenə də bu gedir, buranı da yoxlayır, buranı da yoxlayır. Bu da əlavə resurs və zaman sərfiyyatına yol açır. Buna görə də bunun olmaması üçün biz burada else if deyə bir anlayışdan istifadə edirik. Hansı ki, bu else if anlayışı vasitəsilə biz buna nail oluruq. Belə ki, bu yoxladıq. Əgər ədədimiz 5-dirsə, artıq bu ikisini yoxlamayacaq. Halbuki bayaq bu ikisini də yoxlayırdı və bu bizə əlavə zaman sərfiyyatı verirdi. Və bu halda olduqda else if yazdığımızda bu yalnız if işləmədi. Deyək ki, 5 deyil. Düşdü bura, yoxlayır 6-dırmı? Aha, 6-dırsa onda bu işləməyəcək. Və bunların da ən sonunda biz təbii ki, else verə bilərik. Hansı ki, bu else'in də içərisində yazaq ki, ədədimiz bizim siyahımızda yoxdur. Ədəd siyahıda yoxdur. Bu anlayışdan yəqin ki, siz if, else if və else-in fərqini anladınız. If odur ki, biz burada şərti veririk. Else if-dən o zaman istifadə edirik ki, çoxlu sayda if-lərimiz var. Yəni, biri ödənsə, digərlərinə baxmağa ehtiyac yoxdur. Else isə yuxarıdakı halların heç birinin ödənmədiyi halda işləyən bir hissədir. Bu da bizim else if anlayışımızdır. Və burada gördüyünüz anlayışa əsasən bu numberin 5 olub olmadığını yoxlamaq prosesini biz switch case vasitəsilə də həyata keçirə bilərik. Belə ki, switch case-in yazılma prosesi belədir. Biz switch yazırıq, hansı dəyəri yoxlayacaqsa mötərizənin içərisində onu yazırıq və daxildə case'ləri yazırıq. Belə ki, deyirik ki, əgər 5-ə bərabərdirsə, burada gəlsin sort eləsin 5. Yəni, ekrana çap eləsin 5-i və burada break deyirik. Yəni, bu case-in içərisindən çıxırıq. Sonra düşürük aşağı. Gəlir buraya bir dənə case. Deyirik ki, 6-dırsa, məsələn, yəni burada 6 yazmamız odur ki, number 6-dırsa, bizdə ekrana 6 çıxaracaq. Yuxarıda belə yazdığım bunun mətn halında çıxarılmadır, amma mən istəmirəm mətn hala çıxarsın hələ ki. Və bunda break veririk. Break vermək o deməkdir ki, yəni bunu işlətdi, düşdü bura, baxdı, artıq buradan çıx. Necə ki, bayaq else if yazmışdıq. Burada da biz break yazmalıyıq ki, bu gedib digər yerlərdə təzədən sorğular aparmasın. Yəni, təzədən gedib burada case altını yoxlamasın. Və burada break yazmalıyıq mütləq. Yoxsa bunu yazmasaq, bu axıra qədər bunu işlədə-işlədə gələcək. Belə ki, burada bəzən elə hallar yaza bilərik ki, burada birinci də ödənər, ikinci də ödənər. Lakin bizə lazımdır biri ödənsə çıxsın. Ancaq bu gedək ikisini də yoxlayar və ikisində də ekrana çap eləmiş olar. Buna görə də burada break-i yazmalıyıq. Belə ki, switch case-də burada default deyə bir hissə var. Bu da bizə else-i xatırladır. Default o deməkdir ki, heç biri ödənməsə defaulta düşəcək və bunu çap eləmiş olacaq. Ancaq case məsələn 6 ödənsə artıq defaulta düşməyəcək. Yenə defaultda içərisinə yazdıqdan sonra da break-i yazmaq vacibdir. Bu da bizim switch case anlayışıdır. Bu anlayışlarda mən sizə əsasən minimalist olaraq, yəni böyük bir dərinliyə girmədən məsələləri göstərmiş oldum. Siz də bunu özünüzdə inkişaf etdirərək burada müxtəlif algoritmlər vasitəsilə məsələlər həyata keçirə bilərsiniz. Belə ki, əgər özünüzü bu sayədə genişləndirmək, yəni daha yaxşı öyrənmək istəyirsinizsə, bizim Telegram kanalımıza qoşularaq buradan məsələlər əldə edib, gündəlik olaraq məsələləri əldə edib, cüzi ödəniş qarşılığında və beləcə Java tədrisinizə başlaya bilərsiniz. Məsələləri işləyərək, videolarımıza baxaraq. Bu qədər. Gələn videolarımızda görüşənədək sağ olun, salamat qalın.